Eğer Zəngəzur səhilici indi açılsa, Naxçıvan bir Logistik mərkəzə çevriləcək. lokal bir yer kimi 4 dövlətin əhatəsindədir. Özdə belə nəsə geniş bir coğrafiyada yox, belə çox bir yaxın bir təmasa imkan verən bir Türkiyənin, İranın, Ermənistanın və Azərbaycanın. Və prinsip etibarilə bu layihələr əvvəllərdə vardı. Naxçıvanın bir azad iqtisadi zonaya demək çevrilməsi olub bu məsələlər və s. Gündəmdədir. Çevrilməsi. Bu istiqamətdə iş aparılır. Naxçıvan bütün regionun faktiki olaraq ən inkişafı üçün o offshore zonaları bəziləri deyir, mən offshore zonaların əleyhinəyəm. Naxçıvanda heç istəmirəm offshore zona olsun. Lakin bütün o İranın, Türkiyənin, Azərbaycanın, Ermənistanın bütün o imkanlarından bəhrələnib belə ildırım sürətinin inkişaf edən hər cəhətdən bir regiona çevrilməsi şansı yaranıbdır. Məncə bu normallaşma davam eləyəcəksə və regional miqyasda və o cümlədən bu Ermənistanla sülh məsələsi də əlbəttə ki, vacib şərtlərdən biridir. Biz o Naxçıvanda bu son 5 ildə görmədiyimiz o və hamımızı məyus edən açıqcası o sosial-iqtisadi problemlərin həlli və inkişafını da görə bilərik. Ona görə mən çox pozitiv əhval-ruhiyyə ilə qayıtdım. Bir daha təkrar edirəm. Baxmayaraq ki, yenə də təkrar edirəm. Biz o rəhbərlik dəyişəndə gözlədiyimiz o eksperimentin nəticəsi olaraq belə deyək, onun tam nəticələrini sizdi-bizdi məyus olduq. Mən sizin də çıxışlarınızı dinləmişəm və mən bilirəm ki, əslində məsuliyyət daşıyan adamlardan biz də sizsiniz. Çünki onun ideolojisini hazırlayıb ictimai rəydə təbii, indi bunun siz dövlət miqyasında bunu etmirsiniz, amma ictimai rəy üçün adamlardan bir elə Tural Səfərov olub.